İşğaldan azad edilmiş ərazilərdə iqtisadi dirçəlişin əsas ünvanlarından biri olan Ağdam Sənaye Parkına media nümayəndələri üçün mediatur təşkil edilib. İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkı ölkə başçısının 28 may 2021-ci il tarixli fərmanı ilə yaradılıb. Məqsəd azad edilmiş ərazilərdə sənaye potensialını bərpa etmək, yeni istehsal müəssisələri yaratmaq və sahibkarlığın inkişafını sürətləndirməkdir. Parkda investorlar üçün müasir infrastruktur və əlverişli biznes mühiti formalaşdırılıb. Elə bunun nəticəsidir ki, Ağdam Sənaye Parkı rezidentlərinin sayına görə ölkədə fəaliyyət göstərən sənaye zonaları arasında Sumqayıt Sənaye Parkından sonra ikinci yerdə qərarlaşıb. Hazırda parkda ümumi investisiya həcmi 300 milyon manata yaxın olan 30 sahibkarlıq subyektinə rezident, 4 sahibkara isə qeyri-rezident statusu verilib. Bugünə kimi parkın sahibkarları tərəfindən 180 milyon manata qədər faktiki sərmayə yatırılıb və nəticədə 1230 daimi iş yeri yaradılıbdır. İşə götürmə zamanı Ağdam və ətraf rayonların sakinlərinə üstünlük verilir. Bundan başqa qeyd edim ki, hazırda parkda 12 müəssisə fəaliyyət göstərir, 12 müəssisənin tikintisi davam etdirilir. Eyni zamanda 10 müəssisə layihələndirmə mərhələsindədir. Fabrikimizdə hazırda 80-ə yaxın əməkdaş çalışır və bunların çox böyük əksəriyyəti Ağdam rayonundan olan əməkdaşlardır və demək olar ki, yarısından daha artığı keçmiş məcburi köçkünlərdən ibarətdir. Hazırda fabrikimizdə poliuretan çəkmələr və poliuretan ayaqqabılar istehsal edirik. Təxminən 20-yə yaxın modelimiz, ayaqqabı üzrə modellərimiz mövcuddur. Bundan başqa müxtəlif sinifdə, müxtəlif rənglərdə poliuretan çəkmələrimiz mövcuddur. Məhsullarımız həm daxili bazarda, həm də xarici bazarda təqdim olunur. Bizim müəssisəmiz gördüyünüz kimi yüksək gərginlikli elektrik dirəklərinin istehsalı ilə məşğuldur. Müəssisəmiz 17 hal-hazırda əməkdaşla çalışır ki, onların da əksəriyyəti Ağdama keçmiş məcburi köçkünlərdir. Hal-hazırda iş fəaliyyətini görürsünüz. Müəssisəmiz əsasən Çin istehsalı olan avadanlıqlardan təsis olunub. Dövlət tərəfindən dəstək olunub bizim müəssisəmizə. Parkın ümumi ərazisinin təxminən 60% sahibkarların istifadəsinə təqdim edilib. Ağdam Sənaye Parkında istehsal həcmləri də ilbəili artır. 2026-cı ilin ilk 6 ayında sahibkarlar tərəfindən 976 milyon manat dəyərində məhsul satışı həyata keçirilib. Bu məhsulların 42 milyon manatlıq hissəsi xarici bazarlara ixrac olunub. Bu göstəricilər Ağdam Sənaye Parkının regionun sənaye və ixrac potensialının gücləndirilməsində mühüm rol oynadığını bir daha nümayiş etdirir.